Cari efirdə dəyərli tamaşaçılar, xatırladıram ki, telefonlarımız açıqdır. Telefonlarımız 492 16 20, 492 16 20 və 510 02 04 açıqdır. Hər iki telefona zəng edib bizimlə əlaqə qura bilərsiniz. Bundan başqa 69 74 SMS ünvanımız da açıqdır suallarınız üçün. Buyurun SMS-lərlə sualınızı bizə ünvanlayın. O ki qaldı, bir neçə tamaşaçımız mənə SMS yazıb ki, sizə düşə bilmirik, spesial nömrələri hansıdır? Elə həmən iki nömrəyə zəng vursanız düşə biləcəksiniz. Amma sadəcə olaraq minlərlə, bəlkə də yüz minlərlə insanın zəng elədiyi bir nömrəyə şübhəsiz ki, kimin şansı varsa o düşə bilir. Ona görə də 69-74-də SMS-inizi ünvanlayın. O ki qaldı Herbaflora jurnalına artıq yanvar buraxılışı satışa çıxarıldı. Bütün köşklərdə və demək olar ki, poçtamplarda bu Herbaflora jurnalı var, ala bilərsiniz. Telefonu da xatırladıram, 437 28 10. Bu 437 28 10 o nömrədir ki, siz zəng eləyib bunun həm abunə məsələlərini, həm evə çatdırılma məsələlərini danışıb həll eləyə bilərsiniz. Belə ki, bir çox insanlar müraciət edirlər ki, Herbaflora jurnalını tapa bilmədik. Tapa bilmədik o deməkdir ki, ya yaxınlıqda köşkə müraciət eləməmisiniz, ya da poçtamda. O zaman 437 28 10 nömrəsinə zəng vurun, evə çatdırılma məsələsini həll eləyin, elə birbaşa evə gətirsinlər. Çox da maraqlı mövzular var burada. Məsələn, çox maraqlı elə birinci açdım, ərəb mətbəxinin özəllikləri. Şübhəsiz ki, çox bizə yaxın olan bu mətbəxlərlə də tanış olmaq lazımdır. Və yaxud da ki, öd kisəsi və qaraciyərin təmizlənməsi, məsələn, qış və yaxud da ofis işçiləri üçün müalicəvi gimnastika çox vacib şeydir. Bəzən otururlar, bizim, məsələn, xarici dövlətlərdə belə bir qayda var. Görürsən ki, müəyyən hallardan sonra ayağa qalxırlar və 20 dəqiqə hansısa bir gimnastik hərəkətləri eləyirlər və otururlar. Əgər ofis işçisidir, oturaq işçisidir. Biz də bunu etsək, o dəqiqə hamı bir-birinə güləcək və yaxud da deyəcək ki, əslində qalanda bu çox vacibdir. Çünki durğunluq bütün hallarda birinci növbədə xəstəliklərin törədicisidir, xəstəliklərin səbəbkarıdır. Ona görə durğunluqdan hər halda, bütün hallarda qaçmaq lazımdır. Bizim isə telefonumuz yenə də deyirəm 492 16 20 və 69 74 SMS ünvanımız açıqdır. Mən indi istəyirəm bir telefonu qəbul edeyim, sonra isə söhbətimizi davam elətdirək. Alo. Alo, Fikrət müəllim, salam. Əleyküm salam. Həkimlərimizi salamlayıram. Təşəkkür edirəm, buyuruz. Mən diş damağımla əlaqədar zəng vurmuşam. Damağımda problemlər var, qanlama, əti qanlayır dişimin. Aha. Onu xalq təbabatı ilə dedim, bəlkə mən müalicə xalq təbabəti ilə yox. Mən sizə bax burada əlimdə bir dərman tuturum. Bir dəqiqə baxın. Bax bu dərman stomanginol preparatıdır. Bunun elə xalq təbabəti üsulları ilə hazırlanmış gözəl bir preparatdır. Tərkibində bitki mənşəli, həmçinin də bir çox maddələr var ki, çox aktiv maddələrdir. Demək olar ki, qısa müddətdə diş tibi xəstəliklərini, stomatitlərdən tutmuş parodontoz və s. kimi xəstəliklər də sağalda bilir. Ona görə də siz bu stomanginolu apteklərdən ala bilərsiniz. Mən elə bunu məsləhət görürəm, bundan istifadə edin. Və əlavə olaraq da... Bəlidir, stomanginol, stom sözü. Yəni diş tibinə yaxşıdır. Və əlavə olaraq da Herbaflora şirkətinin bir çayı var, Tiasep çayı var. O Tiasep çayından da alıb istifadə edə bilərsiniz. Tiasep çayından isə uzun müddət ağzınızı hər gün qarqara eləyə bilərsiniz, çox yaxşıdır. Və onu da əgər, necə deyim, istəməsəz, o zaman sürvə yanıb... Mən əlavələr eləyərdim. Yəni, bu diş ətinin qanaması əslində əksəriyyət hallarda damaq yaralarından irəli gələn diş ətinin iltihab xəstəliklərindən və zədələnmələrindən irəli gəlir. Yaşlı insanlarda adətən protezdən istifadə edənlərdə, yəni protezlərin zədələnməsi nəticəsində də olur. Onda həm Tiasep çayından, eyni zamanda stomanginoldan istifadə edə bilərlər yaxalama şəklində və ümumiyyətlə tək halda isə, məsələn, adicə ada çayıdır, çoban yastığıdır, evkalipt yarpağı, yəni bunlar hər biri həm antiseptik, həm də iltihab əleyhinə təsirləri olduğuna görə çox gözəl bu problemi aradan qaldırırlar. Diş əti xəstəliklərin əksəriyyət hallarda C vitamini çatışmamazlığı ilə başlayır və bunun aradan qaldırması üçün ən azından C vitaminə zəngin olan qidalardan daha çox istifadə olunmalıdır. Adicə sitrus meyvələri, limon,
mandarin, apelsin və s. bunlardan daha çox istifadə olunmalıdır. Adicə it burnu dəmləməsi mütəmadi istifadə oluna bilər. Ən azından gündə bir dəfə hər bir insan it burnu istər çay formasında, istərsə də meyvələrinin dəmləməsindən istifadə edə bilər. Çünki it burnu vitamin C ilə çox zəngindir. Sonra qarağat meyvəsi. Soğan və sarımsağın özü diş tibi xəstəliklərində, hətta sınqanın özündə belə. Yəni ona görə bunların hamısı kompleks şəkildə və yaxud da tiaset çayından, stamanginoldan istifadə edib, yəni bu problemi aradan qaldıra bilərlər. Təşəkkür edirəm. Çox sağ olun. Ulduz xanım, burada bir SMS var. İstəyirəm onu oxuyum. Sonra isə sizə müraciət edəcəm. Orada bir neçə məhsul görürəm ki, o məhsulların adını dəfələrlə çəkmişsiniz. Amma onun hazırlanma qaydasını da indi tamaşaçılarımıza göstərək. Məsələn, yazır ki, sualım belədir ki, mənim elə bil boğazımda damarlar elə bil şişib, amma əllə baxıram, şişlər yoxdur. Yoxlayıram. Yəni, əslində qalanda bu insan şübhəsiz ki, müraciət eləməlidir. Həqiqətən də hiss eləyirsə, bir şişkinlik var, nəsə var, müraciət eləməlidir həkimlərə. Ən az heç olmasa birinci poliklinikadakı terapevtə müraciət eləyin. Sonra isə digər həkimə o istiqamət verəcək. Bəli, nevropatoloqa da müraciət eləsin. Amma çox zaman şişlərlə bağlı çoxlu bizə suallar olur. Bu çaqa bitkisi də əvəzsiz bitkidir bu mənada. Amma çaqanı hazırlamağı hətta mən özüm belə bilmirəm. Çünki bunun xüsusi bir hazırlama qaydası var. Və bu hazırlama qaydasını siz daha yaxşı bilirsiniz, mütəxəssis olaraq. Mən istəyərdim ki, onu bir göstərəsiniz və təqdim eləyəsiniz, zəhmət olmasa. Çaqa bitkisi, toz ağacı bitkisi deyilən bitki var. O bitkinin göbələyidir. Toz ağacı, yəni o ruscada biryozadır. Biryozanın növü çoxdur. Azərbaycanda 3 növü var. Amma əsas işlənilir toz ağacı, hansı ki üstündə ağ belə dairələr var. Buna ağ toz ağacı deyilir. Latıncada adı betuladır. Onun toz ağacının üzərində belə göstəri göbələklər olur. Bu göbələk çaqadır. Ümumiyyətlə toz ağacının elə həm bu yarpağıdır, yarpağı tibdə istifadə olunur. Efir yağları var, flavonoidlər var, vitamin C var tərkibində. Həm tumurcuğu istifadə olunur, toz ağacının tumurcuğudur. Bu da əvəzsiz maddədir. Bundan da bir çox reseptlər hazırlanır. Toz ağacının qabıqları, eyni zamanda bu qabıqların da tərkibində betolyum var. Bu da çox qiymətli maddədir. Eyni zamanda toz ağacının kökləri və onun şirəsi də olur. Yəni bu şirə var insanlar ki, toz ağacının gövdəsindən çərtirlər yazda. O şirələr çıxarır, bu da çox qiymətlidir. Toz ağacının göbələyi çaqada isə burada polisaxaridlər var. Bir də qumin tərkibli burada çaqa turşusu var. Bu qiyməti verən odur göbələyə. Bu göbələk həm yara sağaldıcı xüsusiyyətə malikdir, həm də ümumiyyətlə şişlərin qarşısını alır. Yəni xərçəng hüceyrələrinin inkişafının qarşısını tormozlayıcı təsir göstərir. Yəni bu elmi təbabətdə də təsdiq olunub. Təkcə xalq təbabətdə deyil, elmi təbabətdə təsdiq olunub və ondan müxtəlif dərmanlar da hazırlanır. Həm də mədə yaralarına çox əvəzsiz bitkidir, immuniteti artırır. Yəni zəhərli, toksiki təsiri yoxdur, elə əks təsiri yoxdur. Sadəcə toz ağacının tumurcuğu böyrəyin funksional çatışmazlığında əks göstərişdir. Qalan bütün yarpağı, dəmləməsi, həm böyrək xəstəliklərində, ürək xəstəliklərində çox yaxşı istifadə olunur. Demək, bunun hazırlanması çox mürəkkəb üsuldur. Biz bundan hazırlayırıq, balzam hazırlayırıq. Mən dəfələrlə demişəm, o hepatitlər üçün və mədə yaralar üçün balzam hazırlayırıq. Və bu hazırıdır balzamın. Hazırını mən indi göstərəcəm. Çox gözəl rəngi və dadı var. Burada təmiz baldan da istifadə olunur. Belə bir balzamdır. Yəni bunu 1 ay, 2 ay müddətində saxlamaq. Bəli. Tamaşaçılarımız görsün deyə, bəli. 1 ay, 2 ay bu balzamı soyuducuda saxlamaq olar. Bir xörək qaşığı gündə 3 dəfə daxilə qəbul edilir. Uşaqlara veririk 1 çay qaşığından gündə 2 dəfə, 3 dəfə. Çox gözəl, həm immunitetə qarşı yaxşıdır, həm disbakterioza yaxşıdır, həm də şişlərin inkişafının qarşısını alır. Dediyimiz toz ağacını demək bu hala salmaq lazımdır. Bu iri halda olandır. Bunu yaxşı olar ki, ya bunu soyuq suda islatmaq lazımdır və yaxud bunu əvvəlcədən bu cür xırdalamaq lazımdır. Sonra bunu əlavə etmək lazımdır hər hansı bir qaba və bunun üzərinə əgər burada nə qədər götürülübsə toz ağacı, 50 qram götürülübsə 5 dəfə ondan çox, yəni 250 qram 50 dərəcə temperaturda su əlavə edilir. Su yəni 50 dərəcədə olmalıdır. Bu qarışdırılır. Yəni yüksək temperatur onu korlaya bilir də. Bəli, 50 dərəcə temperatur. Bunu ölçüb ölçü ilə düzəltmək lazımdır. Bu saxlanılır qaranlıq ev temperaturunda. 2 sutka mütləq saxlanılır, 48 saat. Bu saxlanılır. 48 saatdan sonra bunu təkrar qarışdırmaq lazımdır. Ondan sonra bunu sıxmaq lazımdır.
Elə yaxşı olar ki, belə açıqda qoyasınız. Bəli. Bura qoyasınız. Görünsün ki, belə. Buyurun. Hər gün, yəni 5-6 saatdan bir bunu qarışdırmaq lazımdır. 2 sutkadan sonra bu süzülür. Yəni 3-4 qat tənzifdən süzülür. Süzüləndən sonra onu kimdə mədə xərçəngində, mədə yaralarında bunu istifadə edə bilərlər. Elə heç nəsiz də, elə bu cür şəkildə istifadə edə bilərlər. Gündə 3 dəfə 100 qram yeməkdən yarım saat əvvəl. Yəni bu məhlul qutardı, yenidən təzəsini hazırlamaq lazımdır ki, arada fasilə olmasın. Bir də bundan biz balzam hazırlayırıq. Mən balzam hazırlayan bundan hepatitlərə qarşı çox gözəl nəticə verir. Həmin bu hazırladığım, yəni toz ağacının göbələyindən hazırladığım bu dəmləmənin, ekstraktın üzərinə bayaq mən göstərdim. Zəncirotu ilə. Bəli, pitraq, zəncirotu şirəsi. Bu şirədən əlavə edirəm. Bir də ənginarın ekstraktı var. Biz onu hazır şəkildə alırıq. Çünki bitki bizim özümüzdə yoxdur. Onu əlavə edirəm. Bir də qaraciyər qoruyucu bitkilər var. Onların qat ekstraktlarını əlavə edirəm. Belə bir balzam alınır. Bu balzam bir də təmiz bal əlavə edilir. Bu balzam da çox yaxşı təsir göstərir. Bütün viruslu hepatitlərdə yaxşı təsir göstərir. Şiş xəstəliklərində, ağciyər xərçəngində, ağciyər vərəmində, yəni vermişik, gözəl nəticə verib. İmmuniteti qaldıran, ya adicə olub ki, kiçik yaşlı uşaqlar olur, onlarda da immunitet aşağı olur, qızdırma düşmür, bağırsaqlarında infeksiya olur. Bu balzamdan istifadə etdikdə həm bağırsaqlarda sağalma gedir, həm immunitet qalxır. Yəni, çox gözəl bir balzamdır. Toz ağacı da nə qədər varımızdır, istifadə edə bilərlər. Çox sağ olun, təşəkkür edirəm. Mən həmişə bu çaqa bitkisinin hazırlanması, yəni bu göbələkdir. Əslində qalanda həmişə düşünürdüm ki, bu müxtəlif fəsadlar verə bilər. Yəni, amma oxuyuram, görürəm ki, bütün məlumatlar onu göstərir ki, onkoloji xəstəliklərdə, müxtəlif xəstəliklərdə ən yaxşı vasitələrdən biri elə çaqadır və çaqadan geniş istifadə olunur. Sadəcə olaraq hazırlanma qaydası həmişə biraz mənə çətin gəlir. Görürsünüz, orada temperatur məsələsi 50 dərəcə olmalıdır, filan olmalıdır və bu biraz çətin məsələdir. Amma hər halda mütəxəssisin nəzarəti altında bundan istifadə eləmək olar, gözəl də nəticə almaq olar. Bizim sizə telefonumuz açıqdır, 492 16 20 69 74 SMS ünvanımız açıqdır. Alo. 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 Bəli. Salam əleykum. Aleykümselam. Biz də siz təşəkkürümüzü bildiriyoruz gözəl məsləhətlərinizə görə. Çox sağ olun. Buyurunuz. Bir dəfə bu ot yığınlarından babasilin müalicəsini demişsiniz. O aptekdə onun adını istəyirlər. Mümkünsə bizə məsləhət verərsiniz. Babasildə biz ən çox demişdik paxlakolu, stalnik. Amma başqa bir məhsul da demişdik durniçnik. Bundan başqa çoxlu bitkilər var ki, biz bilmirik hansını demişik və yəni Babasil əleyhinə yığıntı. Çoxlu babasil əleyhinə yığıntı var. Herbaflora şirkəti tərəfindən istehsal. Sonra Ulduz xanım yaşıl aptekdə xüsusi babasil üçün yığıntı hazırlayır. O da var. Babasil üçün yığıntı. Yəni ayrıca siz durub onu hazırlamaq bir qədər çətin olacaq. Amma babasil üçün indi danışacağıq. Məsələn, adı bağa yarpağının özünü belə götürüb dəmləyib, hazırlayıb bundan həm daxilə qəbul eləmək lazımdır, həm də ki müalicə vasitəsi kimi. Sonra bundan başqa bir tikan var. Ağ tikan deyilən tikan var. Bu tikanın dəmləməsindən də istifadə olunur babasildə. Özdə yaxşı da nəticə almaq olur. O elə yaşıl rəngdədir. Demək, çəhrayı gülləri var, xırda-xırda gülləri var, xırda-xırda lobyacıqları olur. Küçələrdə bitən tikandır, adi tikan. Bundan çay kimi dəmləyib, uzun müddət istifadə edəndə babasilin qarşısı alınır. Amma bundan başqa, Herbaflora şirkətinin fitoklubunda babasil əleyhinə gözəl bir balla hazırlanmış kompozit var. Artıq bir neçə xəstəyə verilib də, nəticə də gözəl alınıb, sorulma, özdə qanaxma ilə müşahidə olunan babasil gözəl nəticə aldı. Ona görə də mən sizə məsləhət görərdim ki, ora gedəsiniz. Herbaflora şirkətinin fitoklublarına telefonlarını xatırladıram. 012 561 85 01 012 492 23 46 və yaxud da ki, Bənəfşə Yaşıl Aptekinin özünün nömrəsi 012 492 29 53-ə müraciət eləsəz, o zaman həmən balla olan məhsulu da əldə edə bilərsiniz və yaxud babasil üçün yığıntıları əldə edə bilərsiniz. Bundan başqa dəvə tikanı var. Dəvə tikanı dəmləməsindən babasildə geniş istifadə olunur. Yəni, çox bitkilər var babasillə əlaqədar. Amma sadəcə olaraq bunun qaydaları var. Sonra, məsələn, təharət məsələsində soyuq sudan istifadə eləmək lazımdır. İsti sudan istifadə eləmək olmaz. Xüsusən də qanaxmalarla müşahidə olunan babasillərdə. Yəni, sonra yağlar var. Ağ naftalan yağından istifadə eləmək olar babasildə. Yəni, çox məsələlər var. İndi həkimlər birazdan kifayət qədər məlumat verərlər. Amma mən yəni bunların adını ona görə sayıram ki, siz birini demirsiniz ki, məhz hansını dedik, ona görə mən deyə bilmirəm. Belə əziz tamaşaçılar, mən keçib yerimə, burada bir neçə SMS-lərimiz var.
elə onlardan bir neçəsi də babası ilə bağlıdır. İstəyirəm ki, onlardan da bir neçəsini oxuyum, sonra həkimlər cavablandırsınlar. Bu da bax, belə, salam, sizdən xahiş edirəm ki, babası ilə bir çarə deyəsiniz. Biz bir çarə deməmişik, biz bəlkə də yüzlərlə çarə demişik və yaxud da ki, salam, babası xəstəliyi haqqında məlumat verməyinizi xahiş edirəm. Ən əsas qanaxması haqqında. Məlumatı siz verdiniz artıq, yəni qanaxma ilə müşahidə olunan babası. Amma bunun müalicəsi haqqında biz, yəni, bax, belə bayaqdan danışdığımız qəbzliklərin özü də babası çıxmasına səbəb olur. Sonra qadınlarda doğuşla bağlı babası xəstəlikləri müşahidə olunur və s. Belə, Yalçın müəllim, istəyərdim ki, sizdən başlayaq. Ümumiyyətlə, babasil düz bağırsaqda vena damarlarının genişlənməsi xəstəliyidir. Yəni, bunun bir sıra səbəbləri var. Bu səbəblərdən biri irsi meyillidir. Digər faktorlardan biri çox ağır fiziki işlərlə məşğul olmaq və yaxud da oturaq həyat tərzi keçirmə, eyni zamanda damarların keçiriciliyinin azalması, damar elastikliyinin azalması bunlar səbəb olur. Həddindən artıq çəkinin artıq olması və uzun müddətli quru qidaların qəbulu və uzun müddətli quru qidalar qəbul olunursa, yəni sözsüz ki, bu qəbizliyə gətirib çıxardır və qəbizlik uzun müddət davam edirsə, bu da babasil ilə nəticələnə bilər. Yəni bu səbəblər çoxdur. Bunların asılı müalicə vasitələrindən biz deyək o zaman. Təbii ki, müalicə vasitələrindən bayaq qeyd elədiniz. Yəni Herbaflora şirkəti babasil əleyhinə yığıntı istehsal eləyir və əgər qəbizliyi ilə sonrakı mərhələsində formalaşıbsa, onda işlədici çayı və yaxud da afrodita çayı, fiqur haşef çayı, bunlardan səna yarpağının çayı bir neçə gün müddətində istifadə edə bilər ki, işlədici təsir göstərsin, yəni bağırsaqda qəbizlik problemi aradan qalxsın. Əgər uzun müddətli qanaxmalar müşahidə olunursa, bu əsasən cərrahi və medikamentoz yolla müalicə oluna bilər. Başlanğıc mərhələdə fitoterapiya və yaxud da ki, qanaxma ilə müşahidə olunmursa, bunda fitoterapiya çox gözəl nəticə verir. Təşəkkür edirəm. Həqiqət xanım, buyurun, sizin də yəqin ki. Babasil haqqında, babasilin xarici növü var, daxili növü var. O daxili babasillər də ola bilər düyünlər halında və xəstəni çox incidir. Onun ağrıları da çox pis olur. Ona görə xəstələr deyildiyi kimi soyuq sudan da istifadə olunmalıdır. Amma bəzən lap möhkəm soyuq su olmaz. Çünki onun vaskularensini artıra bilər. Bir də babasillərdə çay tikəni yağı da çoxlu yaxşı kömək göstərir. Yəni onun həm şamı, həm də içməsi də yaxşı kömək göstərir. Əgər qanaxmalarla davam edirsə, Yalçın müəllim dediyi kimi, xarici böyük formada olursa, ağrı, onda cərrahi müdaxilə lazımdır. Yəni hazırda onun müalicəsi də çox asandır. Çox asan bitkilərdən həm hazırda təbabət o qədər inkişaf edib ki, çox asan müalicəsi lazerlə də götürürlər, bitkilərlə də çox yaxşı təsir olur. Təşəkkür edirəm, çox sağ olun. Ulduz xanım, müalicə vasitələrindən bizdə... Bəli, əgər qanaxmaları varsa, məsləhət görərdim, bitki yığımları qəbul etsinlər və onun tərkibində su bibəri. Əgər yoxsa su bibərinin ayrıca tək halda həm daxilə qəbul etmək lazımdır, qanaxmanı götürür, həm də su bibərindən imalələr etmək lazımdır və yaxud babasil düyünü çöldədirsə, elə sulu kompreslər də etmək olar. Bir də yağlardan, yəni şamlar düzəltmək olar. Bax, elə biz düzəldirik babasilə aid, babasil düyünlərinə aid yara sağaldıcı məlhəm düzəldirik. Onun tərkibinə həm dəmirotu şirəsi vururuq, həm də bu çaqanın ekstraktından, hazırladığımız ekstraktdan o məlhəmə də vururuq, yaxşı nəticə verir. Təşəkkür edirəm. Gicitkan da çox yaxşı, yadıma düşmüşkən deyim, gicitkan da həm vannası gözəl kömək göstərir, xarici, daxili babasillərdə həm qanaxmanı saxlayır, həm də əriməsinə çox gözəl vannaları. Təşəkkür edirəm. Gözəl təsir. Buyurunuz, Yalçın. İcazə verirsiniz, əlavə eləyərdim. Fikret mənim, deməli, burada əsas problem damar tonusunun azalmasıdır. Damar tonusunu artırmaq üçün də tərkibində rutinlə zəngin olan bitki var ki, Yapon saforası. Yapon saforası rutinlə zəngindir. Əgər qanaxmaya meyillidirsə, qanaxma ilə gedəndirsə, onda məsləhət deyil. Həmin mərhələdə Yapon saforasının, əgər qanaxma ilə müşahidə olunmursa, onda Yapon saforasının dəmləməsini istifadə edə bilərlər ki, o damar tonusun bərpa eləsin, elastikliyin bərpa eləsin. Təşəkkür edirəm.
Və bir də xatırladım ki, kartofun təpitməsi, yəni kartofu çiğ halda əzib təpitmə şəklində qoyanda da axşam yatarkən çox yaxşı nəticə verir və yaxud da ki, kartofun özündən şamlar hazırlanır və bu şamlar da axşamdan qoyulur və səhər götürülür. Bu da babasil xəstəliyində çox yaxşı təsir göstərir. Bundan başqa bir dənə də müalicə vasitəsi deyəcəyəm, bu belədir. Demək, itburnu ilə müalicədir. İtburnu meyvələri götürülür 250 qram, 750 qram rafinə olunmamış təmiz günə baxan yağı götürülür. Bir daha xatırladım, rafinə olunmayan yağ, yəni mağazada satılmış yağlar deyil. Bu yağ, demək, itburnu meyvəsi, 250 qram meyvə təxminən 15 dəqiqə həmən yağda qaynadılır, demək biraz düz olmur, amma hamam vannası olunur. Yəni qaynama temperaturuna qədər çatdırılır. Bundan sonra isə 5 saat saxlanılır. 5 saat saxlanılandan sonra isə hər gün bundan daxilə 50 milliqram imarələr olunur. Bu, həm də ki, xoralı koalitlərdə də yaxşı nəticə verir, həm də babasil xəstəliyində yaxşı nəticə verir. Daxilə isə gündə ondan 2 dəfə, səhər, axşam 1 çay qaşığı daxilə qəbul eləmək yaxşı nəticə verir. Biz isə qısa reklamlara ayrılırıq. Reklam fasiləsindən sonra sizlə bir yerdə olacağıq. Bizdən ayrılmayın.